Yüksəklikləri azad etmə sevincimizi Azərbaycanın igid oğullarına borcluyuq. Allah onları qorusun. Torpaqlarımızın işğaldan azad etmək uğrunda şəhid olanlara isə Allah rəhmət eləsin. Azərbaycanın səndə və necə igid oğulları var imiş. Döyüşlərdən zaman keçdikcə cəbhədə yaşananlar haqda təfərrüatlar bizə də gəlib çatır. Döyüş meydanında əzəli torpaqlarımız uğrunda və cəbhə yoldaşlarını qorumaq üçün canına qıyan oğullarımız var. Onlardan biri haqda sizə danışacağım. Mayor Elnur Əliyev. Elə Füzuli torpağında anadan olmuş mayor ata-baba yurdunu azad etməyin onun borcu olduğunu deyib. Elnur Lələtəpədə erməni postunu ilk ələ keçirənlərdən olub. O, 23 ildir erməni tapdağında olan torpaqlarımızı azad etmək üçün qorxmadan qarşı tərəfin üstünə gedib. Hətta yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atıb. Qəhrəmancasına şəhid olub. Doğulduğu və uğrunda öldüyü Füzuli torpağında dəfn olunub. Şəhid Elnur Əliyev, qəbrin nurla dolsun. Allah bütün şəhidlərə rəhmət eləsin.